Salamlar, hər kəs salamlayıram. Deməli, 41-ci sualla davam edirik. Genetikanın dim test toplusunun 41-ci sualı ilə davam edirik. Deməli, 41-ci sualda deyir ki bizə, Morgan çarpazlaşma zamanı hansı genlərin ilişikliyi, yəni müstəqil paylanma baş vermədən irsən keçişini müəyyən eləmişdir. Morgan demişdi ki, bax, ilişikliğini kəşf eləmişdir və burada yəni bunu ilişikli qamet verərkən bu bir qamet vermişdi, bu isə bir qamet. Yəni bir xromosomda yerləşən qeyri-allel genlər ilişikli şəkildə keçir. Ona görə cavabımız olacaq eyni xromosomda yerləşən genlər haqqında Morgan fikrini bildirmişdi. 42-ci sualla davam edək. 42-ci sualda isə deyir ki, baxaq. Gec yetişən vələmin bitkisi tez yetişən heterozigot bitki ilə çarpazlaşanda baxırıq. Deməli, və bizə mötərizədə hər zaman fikir veririk. Tez yetişənlik geni, gec yetişənlik geni üzərində dominantdır. Deməli, biz yazırıq tez yetişən, deməli, dominantsa böyük hərflə, gec yetişən isə resessiv olduğuna görə kiçik hərflə yazırıq. Və bizə deyir, tez yetişən, amma heterozigot olan. Tez yetişən heterozigot olacaq böyük ya, kiçik ya. Bu bitkidir. Bitki ilə gec yetişənin çarpazlaşmasına. Gec yetişən nə idi? Kiçiyə, kiçiyə. Deməli, çarpazlaşdırıq. Bu yenə iki cür qamet verəcək. Bu isə yalnız bir cür. Bunların birləşməsindən böyüyə, kiçiyə, kiçiyə, kiçiyə alınacaq. Yəni 50% olacaq tez yetişən, 50% olacaq gec yetişən. Və burada deyir ki, bitkilərin çarpazlaşması nəsildə 150 ədəd tez yetişən alınıb. Yəni 150 ədəd tez yetişən alınıbsa və burada birin birə nisbətində tez yetişən və gec yetişən alınırsa, deməli gec yetişənlərin sayı neçə olacaq? 150. İndi isə 43 ilə davam edək. Sarı toxumlu noxudlar. Yaşıl toxumlu noxud bitkilərin çarpazlaşdırılmışdır. Sarı noxud və alınan noxudların yarısı sarı olub, yarısı isə yaşıl olmuşdur. Və bunların fenotipini bizə deyir. Deməli, baxaq. B variantına baxsaq, bu iki bitkidən çarpazlaşsa, böyük A ilə kiçiyə çarpazlaşarsa, böyüyə kiçiyə, kiçik A ilə kiçiyə çarpazlaşarsa, kiçiyə kiçiyə. Deməli, nəsildə yarı yaşıl noxud olacaq, yarısı sarı noxud olacaq. Bizə də 10 deyir. 112-si sarı, 111 isə yaşıl. Deməli, bu olacaq B variantı. 44 ilə davam edək. Monohibrid çarpazlaşma zamanı irsiyyətin aralıq xarakteri daşıdığı şərt daxilində iki heterozigot formanın çarpazlaşmasından alınan hibridlərin fenotipini, hibridlərdə fenotip müxtəlifliyini soruşur. Gəlin, baxaq indi. İrsiyyətin aralıq xarakteri və yaxud natamam dominant və yaxud da ki, qeyri-tam dominantlıq. Bunların üçü də sinonim sözlərdir və irsiyyətin aralıq xarakterdə isə biz qeyri-tam dominantlıqdan irəli gələrək məsələmizi həll edəcəyik. İki heterozigot deyirsə, yenə yazırıq böyüyə, kiçiyə çarpazlaşır, böyüyə, kiçiyə. Bunların çarpazlaşmasından alınacaq böyüyə, böyüyə. Sonra bu A'nın bu kiçiyə ilə çarpazlaşmasından alınacaq böyüyə, kiçiyə. Eyni şəkildə bunların çarpazlaşmasından yenə böyüyə, kiçiyə. Kiçik A'ların çarpazlaşmasından alınacaq kiçiyə, kiçiyə. Və bizə deyir ki, əgər irsiyyətin aralıq xarakteri müşahidə olunursa və biz qeyri-tam dominantlıqda homozigotları əgər bu noxudun çiçəklərindən irəli gələrək desək, böyüyə böyük olacaqdı qırmızı çiçəklər, böyüyə kiçik A'lar aralıq xarakteri daşıdığına görə olacaqdı çəhrayı rəngli çiçəklər, kiçik A'lar isə olacaqdı ağ rəngli çiçəklər. Deməli, burada 3 fenotip alınır. Qırmızı, çəhrayı və ağ. Fenotipə görə parçalanma deyirsə artıq, fenotip müxtəlifliyin sayını, say deyirsə artıq o cavabımız deyil. Amma müxtəlifliyi soruşsaydı, o zaman bir dənə qırmızı, iki dənə çəhrayı, bir ədəd isə ağ deyərdik. 45-ci sualı baxaq. Yenə deyir, monohibrid çarpazlaşma zamanı irsiyyətin aralıq xarakteri daşıdığı şərt daxilində iki heterozigot fərdin çarpazlaşmasından alınan hibridlərdə genotip müxtəlifliyi. Yenə eyni şəkildə bu yazdığımız üzərindən gedəcəyik. Genotip deyirsə, burada bir genotip alınıb, böyüyə böyüyə. 2 ədəd genotip alınıb, böyüyə kiçiyə, böyüyə kiçiyə və bir ədəd də burada alınıb. Deməli, neçə genotip alındı? Alındı bir dənə böyüyə, böyüyə. Alındı 2 dənə böyüyə, kiçiyə. Bir ədəd isə kiçiyə, kiçiyə. Deməli, genotip müxtəlifliyi neçə oldu? Bu 1, bu 1, bu da 1. Topladıq, deməli, elədik 3 müxtəliflik. 46-cı sualdan gəlin davam edək. 46-cı sualda deyir, hamar toxumlu noxud bitkisi
qırışıq noxud bitkisi ilə çarpazlaşmasından deməli nə alınmışdır? F1 nəslində hamısı hamar toxumları alınıb. Bu hibridləri isə öz aralarında çarpazlaşdırdıqda 404 noxud toxumu alınıb. Bunların 303 ədədi hamar, 101 ədədi isə deyir qırışıqlı olmuşdur. Baxaq indi hamar toxumlu. Deməli, hamar toxumlu deyirsə, deməli biz B üzərindən getsək, və hamar toxum noxud bitkisi qırışıq noxudlarından çarpazlaşır. Bunun yanını hələ ki boş buraxırıq. Çünki bilmirik ki, bu homozigot hamar toxumdur, yoxsa heterozigot. Çünki bu da hamar sayılır, bu da hamar sayılır. İndi mən bunun qarşısındakini hələ bilmədiyimə görə boş qoyuram. Və qırışıq toxumlarla çarpazlaşıbsa deyirsə, qırışıq toxumlar isə hər zaman resessiv olduğuna görə bunun genotipini bilirəm. Və mən artıq nəticəyə baxıram. Deyir, F1 nəslində alınanların hamısı hamar toxum. Əgər hamısı hamar alınıbsa, deməli burada nə imiş? Homozigot hamar imiş. Çünki yalnız homozigot hamar olarsa, nəsildə alınanın hamısı hamar toxumlar olar. Və sonra deyir, bu hibridləri bir-biri ilə çarpazlaşdırsaq, bir-biri ilə çarpazlaşdıranda 404 ədəd noxud alınır, onun 303 ədədi hamar, 101 ədədi qırışıqlı. Baxaq, və bizə genotipi soruşduğuna görə biz genotipi artıq tapmış olduq, elə cavabımız iyi olacaq. Amma gəlin baxaq görək doğrudan da 404 noxuddan 303 ədədi hamardırmı? Baxaq, bunların çarpazlaşmasından alınacaq böyük B, böyük B. Sonra böyük B, kiçik B, çünki bundan bu. Sonra yenidən bundan bu çarpazlaşacaq. Yenə böyük B, kiçik B, kiçik B, kiçik B alınacaq. Deməli, cəmi 404 noxud var. Bunun 303 ədədi hamar. Bəli, bax bu 3 hissə hamardır. Cəmi 1 hissə qırışıqdır. Bəli, deməli 404 noxuddan 303-ü olacaq hamar. 101 ədədi isə olacaq qırışıq. Bəli, deməli cavabımız oldu Y variantı. İndi isə baxaq 47-yə. Müəyyən bir növdə ilişik genlər qruplarının sayı onun hansı xromosom sayına uyğun gəlir? Hər zaman ilişikli genlər qrupu deyəcək ki, haploid sayı uyğundur. Deməli, cavabımız olacaq B. Yəni, insanda 2N46-dırsa, ilişikli genlər qrupu olacaq N23. Və yaxud da ki, drozofil milçəyində 2N8-dirsə, drozofil milçəyinin ilişikli genlər qrupu olacaq 4. Və yaxud da ki, toyuqlarda 2N 78-dirsə, onun ilişikli genlər qrupu olacaq 39 və s. Və yaxud da ki, pişiklərdən geçsək, 2N əgər 30, üzr istəyirəm, 48-dirsə, deməli, bir saniyə mən burada. Aha, 2N 38-dirsə, deməli, ilişikli genlər qrupu neçə olacaq? 19. Deməli, bunu da yazdıq, keçirik nəyə? 48-ci. Deməli, burada cavabımız nə oldu? Haploid sayı. Cavabımız olacaq haploid. 48-ə baxaq. Əgər albinosluq geninə görə heterozigot olan drozofil milçəklərinin çarpazlaşması zamanı alınan fərdlərdən 300 ədədi albinosluq müşahidə olunubsa, neçə fərdin alınması daha çox ehtimaldır? Albinosluq geni, yəni kiçik ya, bu resessivdir. Albinosluq geninə görə resessiv əlaməti qeyd edir. Yazırıq kiçik ya albinos. Heterozigot olan drozofil milçəklərinin heterozigot deyirsə, biz artıq belə yazacağıq. Bunların çarpazlaşmasından. Deməli, yenə alınacaq böyük ya, böyük ya. 2 ədəd böyük ya, kiçik ya, kiçik ya, kiçik ya. Deməli, albinos geni nə zaman ortaya çıxmış oldu? 4-də 1 nisbətdə çıxacaq. Və alınan fərdlərdə 300-ündə albinosluq müşahidə olunubsa, bu da bir nisbətindədir, bu da bir nisbətindədir. Deməli, homozigot sağlamlar olacaq 300, heterozigot sağlamlar isə olacaq 2 vuraq 300. Cəmi burada nə qədər fərd olacaq? 600, bunlar da 600 toplam eləyəcək 1200. 49-da isə 102 baladan 50-si dominant fenotipə malikdirsə, valideynlərin genotipini. Biz elə genotip seçməliyik ki, onların çarpazlaşmasından həm 50% dominant, 50% isə resessiv alınsın. Baxaq, burada hansı cavabımız uyğun gələ bilər? Baxın, D variantına. Deməli, D variantı verir 2 tip qamet. Böyük ya kiçiyə, böyük ya kiçiyə. Bu isə yalnız kiçiyə. Bunun böyük yasından bunun kiçik yası çarpazlaşarsa böyük ya kiçiyə, bu kiçik yadan bu kiçik yası çarpazlaşarsa kiçiyə kiçiyə. Deməli, 50% olacaq resessiv, 50% isə olacaq dominant. Cavabımız olacaq 49-da, deməli, D variantı.
İndi isə bunları silib 50-ci sualımızdan davam edək. Baxaq görək 50-ci sualımızda nə deyəcək bizə? Deməli 50-ci suala baxaq. Hər iki cüt əlamətə görə heterozigot qadın və kişinin nigahından normal boyluq və sarı saçlı uşaqların doğulma ehtimalı nəyə bərabərdir? Və mənə hər iki cüt əlamət deyir. Gəlin baxaq. Normal boy isə resessiv olaraq deyil. Deməli yazırıq. Normal boy. Normal boy nə olacaq? Resessiv olduğuna görə kiçik hərflə. Bəs yaxşı alçaq boy nəymiş? Deməli alçaq boy isə deməli dominant imiş. Qara saç bilirik ki, dominantdır. Qara saç dominant olduğuna görə bunu böyük B ilə, sarı saç isə resessiv olduğuna görə kiçik B ilə işarə edirəm. Və mənə deyir, hər iki cüt əlamətə görə heterozigot fərd. Hər iki cüt əlamətə görə heterozigot deyərsə, böyüyə, kiçiyə, böyük B, kiçik B fərqli yazıram. Qadın və kişinin nigahından. Yəni deməli hər ikisi böyüyə, kiçiyə, böyük B, kiçik B-miş. Bunların nigahından normal boylu sarı saçlı uşaq. Mənə nə lazımdır? Normal boylu və sarı saçlı. Deməli kiçik A, kiçik A, kiçik B fenotipli övlad lazımdır ki, bu da ki, bunlarda da hər zaman 16 fərd alınacaq. Niyə görə 16 fərd? Çünki burada 2 heterozigot var. 2 üstü 2 ilə bu neçə qamet verər? 4. Çünki biz bilirdik ki, qamet sayını 2 üstü n ilə hesablayırıq və n isə heterozigot sayıdır. Bu da eyni şəkildə, burada da 2 dənə heterozigot olduğuna görə 2 üstü 2, yenə bu da 4 qamet verər. Bu 4-ü bu 4-ə vursaq, tapıram 16 dənə fərd yaranar. 16 fərddən hər zaman bir ədədi sonda olacaq. Hər iki əlamətə görə resessiv homozigot. Deməli, cavabımız olacaq 16-da 1. Deməli, keçirik 51-ci sualımıza. 51-də isə deyir, genlərin sərbəst paylanması qanunu hansı halda özünü doğruldur? Genlərin sərbəst paylanması qanunu o zaman özünü doğruldar ki, deməli, cavablara baxaq. Baxın B variantına. Qeyri-allel genlər müxtəlif homoloji xromosomlar cütlərində yerləşərsə, qeyri-allel genlər bu nə deməkdir? Bu böyük A, kiçik A. Bu isə böyük B, kiçik B. Sərbəst o zaman paylanar ki, bu A allergeni ilə B allergeni bir-birinə qeyri-allergenlərdir. Və bunlar artıq ayrı-ayrı xromosomlarda yerləşdiyinə görə sərbəst şəkildə paylanar daha doğrusu. Nə zaman ilişikli paylanar? Eyni xromosomun üzərində yerləşərsə. Amma burada görürsünüz ayrı-ayrı xromosomdadır. Bu ayrı xromosomdur, bu ayrı xromosomdur. Ona görə burada genlər paylanacaq sərbəst şəkildə. Cavabımız olacaq B variantı. Sonra isə baxaq 52-də. 52-də deyir, böyük A, böyük B qameti hansı halda deməli, hansı qametlər, bir saniyə itirdim sualı. Böyük ya böyük B tipli qamet aşağıdakı genotiplərin hansının əmələ gətirdiyi qametlərin 2də 1 hissəsini təşkil edir? Baxın A variantında. A variantında nə verir bizə? Böyük A, böyük A, böyük B, kiçik B. Bu həm böyük A, böyük B qameti verəcək, həm də böyük A, kiçik B qameti verəcək. İki tip qamet verəcək. Və əmələ gələn bu AB, böyük A, böyük B qameti 2də 1 nisbətdə olacaq. Deməli, cavabımız elə A variantı olacaq. 53-ə baxaq. 53-də deyir, resessiv əlamət fenotipcə üzə çıxmaz. Resessiv əlamət fenotipcə nə zaman üzə çıxar? Resessiv əlamət o zaman üzə çıxar ki, 2 ədəd resessiv gen yan-yana gəlsin. Baxın, burada 2 ədəd kiçik B olduğuna görə, deməli, burada resessiv əlamət üzə çıxacaq. Burada da yenə 2 ədəd kiçik B var, çıxacaq. Burada kiçik A-lar var, çıxacaq. Burada da kiçik A-lar çıxacaq. Amma burada görürsünüz, kiçik A-nın yanında böyük A var. B-lərdə sevilməklə resessiv yoxdur. Axı, bu A dominantlıq eləyərək bu kiçik A-nın üzə çıxmasının qarşısını alacaq. Ona görə deyəcəyik, bu D variantında resessiv əlamət üzə çıxmaz. 54-də isə baxaq, çəhrayı rəngli gecə çiçəyinin çarpazlaşmasından zamanı baxaq. Ümumiyyətlə, gecə çiçəkləri üzərindən gediriksə, biz yəqin ki, burada natamam dominant, bəli, qeyd edilib, natamam dominantlıq üzərindən yazacağıq. Bu zaman alınır böyük A, böyük A, 2 ədəd böyük A, kiçik A, 1 ədəd kiçik A, kiçik A. Bu alınan olacaq qırmızı çiçək, bu olacaq aralıq xarakteri daşıyan çəhrayı çiçək, bu isə olacaq ağ çiçəklər. Deməli, çəhrayı çiçəklər alınacaq 4də 2 nisbətdə.
və yaxud da bununla ixtisar gedəcək, olacaq 2-də 1 nisbətdə. Qırmızı çiçəklər alınacaq 4-də 1 nisbətdə. Ağ çiçəklər isə alınacaq 4-də 1 nisbətdə. Buna əsasən biz doğru cavabı tapmalıyıq. Buradakı rəqəmlərə fikir verməsək də olar. 178 bitki alınıb, onun 89-un çəhrayı rənglidir. Yəni bu rəqəmlərin əksində bir mahiyyəti yoxdur. Bizə əsas lazımdır burada doğru cavabı almaq. Gəlin baxaq. İndi deyir ki, A-da deyir nəslin yarısı çəhrayıdır. Baxırıq, nəslin yarısı çəhrayı deyil axı. Baxın, nəslin yarısı yox. Hə, nəslin yarısı çəhrayıdır, amma yarısı qırmızı deyil. Bizə isə A-da deyir ki, nəslin yarısı çəhrayı, yarısı qırmızıdır. Yarısı çəhrayıdır, bəli. Burada 2 dənə kiçik böyüyə, kiçiyə alınıbdır. Amma yarısı qırmızı deyil axı. Qırmızı cəmi 4-də 1-dir. Ona görə A səhvdir. B-də deyir, qırmızı çiçəkli bitkilər nəslin 4-də 1-ni təşkil edir. Bəli. Qırmızı çiçəklər böyüyə-böyüyədir ki, o da nəslin 4-də 1-ni təşkil edəcək. Cavabımız olacaq B variantı. Sonra isə 55-ci sualla davam edək. 55-ci sualda bizə deyir ki, böyük A böyük B qameti aşağıdakı genotiplərin hamısının əmələ gətirdiyi qametlərin 4-də 1 hissəsini təşkil edir, soruşur. Baxaq indi biz elə genotipli fərd seçməliyik ki, o 4 qamet əmələ gətirsin və 4-ündən də biri böyük A böyük B qameti olsun. Baxaq burada hansı uyğun gəlir? Elə A variantı uyğun gələcək. Nə üçün? Baxın, A-da bir bu qamet olacaq. Bir bu qamet olacaq. Bir də böyük A, kiçik B və kiçik A, böyük B qamet olacaq. Yəni, burada 4 tip qamet əmələ gətirər bilər. Və əmələ gətirdiyi qametin 4-də 1-i bəli, böyük A, böyük B olacaq. Cavabımız olacaq. Deməli, A variantı. Sonra isə 56 sualından davam edək. Natalan dominantlıqdan deyir bizə yenə. Monohibrid çarpazlaşma zamanı iki başlanğıc homozigotdan dominant və resessiv. Yəni, iki başlanğıc dominant deyəndə böyüyə böyük yanı, resessiv deyəndə kiçiyə kiçik yanı çarpazlaşdırır və bunlardan alınacaq böyük A, kiçik A. Və bunların da deyir F2 nəslində. Bunlar F1 nəsildir. F1 nəsildə hamısı alındı böyüyə kiçiyə. F2 nəsil isə artıq bunların çarpazlaşmasından alınan nəsildir ki, alınacaq deməli böyüyə, 2 ədəd böyüyə kiçiyə və 1 ədəd kiçiyə. Deməli, bu isə adlanacaq F2 nəsil. F2 nəslində fenotipə görə hansı parçalanma nisbəti var və natamam dominantlıq deyirsə bizə. Natamam dominantlıqda bu bir fenotip idi, 25% qırmızı, 50% çəhrayı, 25% isə ağ rəng. Deməli, parçalanma necə oldu? Artıq burada baxırıq, B variantı daha uyğun gəlir. 25%, 50% və 25%. 57-ci sualda isə deyir, lal karlığın resessiv əlamət kimi irsən keçdiyini bilərək heterozigot genotipli sağlam valideynlərin. Heterozigot deyirsə, yenə eyni şəkildə mən böyüyə kiçiyə ilə çarpazlaşdıracağım. Alacağım yenə eyni şəkildə böyüyə, 2 ədəd böyüyə kiçiyə, 1 ədəd kiçiyə. Və resessiv əlamət kimi bizə çıxırsa, deməli kiçik alar hər zaman xəstə olacaq, lal kar olacaq. Buna görə deyir, lal kar uşağında olma ehtimalı necə olacaq? Baxın, 4-də 1 nisbətdə. 4-də 1 nisbətdə. Deməli, 4-də 1 nisbətdə alınacaq lal kar uşaqlar. O da eləyəcək neçə? Faizlə götürsək, eləyəcək 25%. Cavab olacaq C variantı. Sonra gəlin indi 58-dən davam edək. 58-də bizə nə soruşacaq? Baxaq indi. Baxaq, 58-də qırmızı çiçəkli gecə çiçəyi və ağ çiçəkli gecə çiçəyi bitkisinin. Qırmızı rəngli gecə çiçəyini böyüyə ilə verib. Yazırıq böyüyə. Ağ çiçəklər isə kiçik ilə veribdir. Bunu da yazdıq. Çarpazlaşmasının F1 nəsildə alınan bitkilərin. Bəli, F1 nəsildə alınan bitkilərin deyir. Hamısı deyir çəhrayı çiçəklərdir. Bəli. Və bullu hibridləri öz aralarında çarpazlaşdırdıqda böyüyə kiçiyəni öz aralarında çarpazlaşdırsaq biz nə alacağıq? Yenə az öncə yazdıq. Böyüyə, 2 ədəd böyüyə kiçiyə, 1 ədəd kiçiyə. Öz aralarına çarpazlaşanda deyir, 148 ədəd bitki alınır. Cəmi 148 bitki alınır. Alınan bitkilərin neçəsi qırmızı, neçəsi ağ və neçəsi çəhrayıdır. Biz 148-in bölsək 4 yerə, deməli 148-i 4-ə bölsək, neçə tapılmış olarıq? Gəlin bir dənə onu hesablayaq. 37. Deməli, 148-i bölsək 4-ə 37. Deməli, 37 ədəd, yəni 1 nisbətində ağ, 1 nisbətində qırmızı və
74, yəni 2 vuraq 37 ədədi isə çəhrayı çiçəklər alınır. Və buna əsasən biz cavabımız eləyəcək Y variantı. Sonra 59-da isə deyir, böyük ya, kiçik ya, böyük B genotipli fərqlər hansı qametləri hazırlayır və onların öz aralarında çarpazlaşmasından hansı genotipli nəsil alınır? Baxaq, bunu yazaq. Böyük ya, kiçik ya. Deməli, yazırıq. Böyük A, kiçik A və böyük B, böyük B. Bu hansı qameti verəcək? Baxın, bu həm böyük A, həm də kiçik A verəcək. Bu isə böyük B. Bunun bundan çarpazlaşmasından alınacaq böyük A, böyük B qameti, bir də kiçik A, böyük B qameti. Deməli, bu fərd iki tip qamet verəcək. Böyük A, böyük B, kiçik A, böyük B. Və bunların bir-birinə çarpazlaşması deyirsə, yenə böyük A, kiçik A, böyük B böyük B. Yine bu da eyni şekilde verecek. Böyük A böyük B qameti və kiçik A böyük B qameti. Mən indi bu qameti buna vursam alaram. Böyük A, böyük A, böyük B, böyük B. Tekrar bu qameti bununla çarpazlaştırsam alaram. Böyük A, kiçik A, böyük B, böyük B. Yeniden bunu bundan vursam böyük A, kiçik A, böyük B, böyük B. Tekrar bu en sonuncularda vursam birbirlerine alacağım. Kiçik A, kiçik A, böyük B, böyük B. Deməli, tapdım. Gamet olarak soruşsa, ben kalem rengini değişim. Deməli, gamet olarak soruşsa, bir böyüyə böyük bir gameti və kiçiyə böyük bir gameti. Baxaq, elə cavabımız hardadır? Y variantına baxaq. Böyüyə böyük bir və kiçiyə kiçik bir gameti. Alınan fərqlər. Böyüyə kiçiyə böyük bir kiçik bir. Yazdıq bunu. Böyüyə böyük bir böyük bir. Bəli, onu da yazdıq. Və kiçiyə böyük bir böyük bir. Bunu da yazmış olduq. Bu ise bundan eyni olduğuna göre elə bunu bir dəfə yazsaq kifayət edəcək. Deməli cavabımız nə olacaq? Y variantı. Sonra keçək 60-cı suala. 60-da bir iri burunlu qadınla kiçik burunlu kişinin 9 övladı. Baxaq bir də təzdən yazaq. Ah. Deməli, iri burunlu qadınla kiçik burunlu kişinin 9 övladı var. Hı -hı. Onların 4'ünün burnu analarınki kimi iri olmuşdursa. Baxaq. Deməli, 4'ün burnu iri, 5'inin burnu ise atalarınınki kimi kiçikdirsə. Əgər iri burun geni dominantdırsa, deməli yazırıq, iri burun dominantdırsa böyük hərflə, kiçik burun isə yazırıq və sessiz isə kiçik hərflə. Valideynlərin ehtimal olunan variantını bizdən soruşur. Və biz burada ə, baxaq görək, həm övladların yarısı iri burun, yarısı kiçik burun almalıdır. Bu hansı fenotipdə üzə çıxar? Bu ancaq çıxa bilər. Deməli, baxaq bu fenotipdə. Çünki bu 2 dənə qamet verə bilər. Bu isə bir dənə qamet. Bu qametlə bu qamet birləşərsə alınacaq hamısı deməli iri burun. Bu qametlə bu qamet kiçik alırsa birləşirsə alınacaq nə? Kiçik burun. Deməli cavabımız olacaq C variantı. 61-ci sualımıza baxsaq, 61-də isə deyir, qırmızı və ağ çiçəyi olan iki formanın çarpazlaşmasında F1 nəsildə çəhrayı çiçəkli hibridlər alınmışdır. Buna səbəb nə edir? Biz dedik axı, əgər qırmızı və ağ çiçəklərin çarpazlaşmasından çəhrayı alınırsa, deməli burada qeyri-tam dominantlıq var. Yəni qırmızı rəng ağ rəng üzərində tam dominantlıq edə bilmir. Öz sözünü keçirə bilmir deyə və nəticədə valideyn formalardan fərqli forma, yəni çəhrayı rəng alınır. Bu isə hansı olacaq? Deməli dominantlığın qeyri-tam olması cavabı. Deməli 62-ci suala baxaq. Noxud bitkisində hansı genotipli fərdlərin çarpazlaşmasından genotipə görə 1-2-1 nisbəti alınır? Baxaq. Deməli, gəlin bir-bir baxaq. Deməli, burada bu 1-2-1 nisbəti ancaq alınar, deməli, D variantında. Gəlin D variantını yoxlayaq. Kiçik A, kiçik A. Böyük B, kiçik B. Çarpazlaşacaq yenə eyni şəkildə. Kiçik A, böyük B, kiçik B. Bu iki tip qamet verəcək. Böyük A, üzr istəyirəm, kiçik A, böyük B, kiçik A, kiçik B. Bu da eyni şəkildə. Kiçik A, böyük B və kiçik A, kiçik B qameti verəcək. Və bunların birləşməsindən nə alınacaq? Kiçik A, böyük B, böyük B. Yine alınır. Kiçik A, böyük B. Bu sefer kiçik B alınacaq. Bunun bundan çarpazlaşmasından yine alınacaq. Kiçik A, böyük B, kiçik B alındığını görelim. Bunun karşısına 2 yazsam kifayətdir. Bunların çarpazlaşmasından da yine alınacaq. Kiçik A, kiçik B, kiçik B. Deməli, bizə nəyi soruşur?
Genotipə görə 1-2-1 nisbəti doğrudan da baxın. Bir dənə kiçiyə, kiçiyə, böyük B, böyük B. 2 ədəd kiçiyə, kiçiyə, böyük B, kiçik B və 1 ədəd də kiçiyə, kiçiyə, kiçik B, kiçik B almışdır. Deməli, 1-2 nisbətində genotip harada alındı? D variantında. Sonra 63-ə baxaq. Resessiv əlamət fenotipcə üzə çıxmaz. Bax, burada üzə çıxacaq. Niyə? Çünki 2 dənə B-lər var. Burada da üzə çıxar. Amma bura baxın, bu B tam dominantlıqdırsa, kiçik B-nin üzə çıxmasının qarşısını alacaq axı. Yəni, resessiv əlamət üzə çıxmağa qoymayacaq. Nə zaman? A variantında. Deməli, 63-də olacaq A variantı. Keçək indi 64-də. Baxaq. 64-də deyir, aşağıda verilən genotiplərin hansında resessiv əlamət yenə fenotipcə üzə çıxar deyir. Baxın, burada resessiv əlamət üzə çıxmaz, çünki böyük B var resessivin qarşısında və bu onu dominantlıq eləyəcək, qoymayacaq. Burada isə ümumiyyətlə resessiv forma yoxdur. Burada da eyni şəkildə resessiv forma çıxmayacaq, çünki böyüyə onun qarşısını alacaq, təsirini zəiflədəcək. Burada da eyni şəkildə resessiv formaların yanında dominantlar olduğuna görə çıxmayacaq. Amma baxın bu kiçik B-lərə. Hər ikisi kiçik B-dir. Yəni biri böyük B, biri kiçik B olsa, bəli, burada da üzə çıxmazdı. Amma burada hər iki resessiv əlamət olduğuna görə, deməli, burada resessiv formalar üzə çıxa bilər. 65-ci sualla davam edirik. Hibrid bitkilərin 25% qırmızı yumru, 25% qırmızı armudvari, 25-i sarı yumru, 25-i sarı armudvari, yəni 1-1-1-1 nisbətində meyvəyə malikdirsə, valideynlərin genotipini müəyyən edin, ilişiklik yoxdur, tam dominantlıdır. Deməli, burada baxsaq, biz görərik ki, D variantındakı fərqləri çarpazlaşdırsaq, deməli, baxırıq. Böyük A, kiçik A, kiçik B, kiçik B çarpazlaşarsa, kiçik A, böyük B, kiçik B ilə çarpazlaşarsa, nə alınacaq? Bu alınacaq böyük A, kiçik B qaməti verəcək, kiçik A, kiçik B qaməti. Burada da eyni şəkildə kiçik A, böyük B qaməti olmaqla 2 qamət verəcək, kiçik A, kiçik B qaməti. Bu fərqləri bir-birinə çarpazlaşdırsaq, biz gəlin yuxarıdan yazın. Böyük A alınacaq kiçik A, böyük B, kiçik B. Sonra bununla bunu çarpazlaşdırsaq, alınacaq böyük A, yenə kiçik A, kiçik B, kiçik B. Sonra bununla bunu çarpazlaşdırsam, alınacaq kiçik A, böyük B, kiçik B. Sonra yenə bir dəfə də bununla bunu çarpazlaşdırsam, alınacaq kiçik A, kiçik B, kiçik B. Deməli, bizdən nəyi soruşurdu? Deyirdi ki, qırmızı 25% qırmızı yumrudur, 25% qırmızı armudvaridir, 25% sarı armudvaridir, 25% sarı yumrudur. Yəni 1-1 nisbətində alınmışdırsa, bəli, doğrudan da buradan hər birindən bir dənə alınmışdır. Cavabımız olacaq D variantı. İndi gəlin 66-ya baxaq. 66-da isə bizə balqabaqda deyir ağ rəng, sarı rəng üzərində, disk şəkilli forma isə şarvari forma üzərində tam dominantlıq edir. Və bunu biz necə yazacağıq? Baxın, yazırıq. Ağ rəng veri baxı burada böyük adı, dominantdır. Deməli, sarı rəng nəymiş? Sarı rəng resessiviymiş. Kiçik A. Disk şəkilli forma yazırıq. Disk şəkilli forma olacaq böyük B. Şarvari forma isə deməli resessiv olacaq. Şarvari forma isə kiçik V ilə işarə edirik, çünki resessivdir. Bizə deyir ki, ağ rəngli disk şəkilli balqabaq. Ağ rəng olması üçün böyük A ilə başlayacaq, disk forma olması üçün böyük B olacaq. Deməli, A yanını boş buraxıram. Çünki mən bilmirəm bu ağ rəng heterozigot ağdır, yoxsa homozigot ağdır. Hələ ki, onun yanını boş buraxıram. Diskvari formanda yenə B yazıram, amma bunun da yanını boş buraxıram. Çünki bilmirəm ki, bu hələ homozigot diskvaridir, yoxsa heterozigot diskvaridir. Bunu saxladım. Valideynlərdən biri budur. Digəri isə deyir, sarı rəngli şarvari balqabaqla çarpazlaşarsa, sarı şarvari olacaq kiçik A'lar, sarı olacaq kiçik A'lar, şarvari olacaq kiçik B'lər. Deməli, digər valideynin genotipi ancaq resessiv ola bildiyinə görə bunu yazıram kiçik A, kiçik A, kiçik B, kiçik B. İndi alınan fərqlərə baxıram. 4də biri ağ diskvari alınıb. 4də biri ağ diskvari. Deməli, 4də birində yenə böyük A olacaq. Yanını hələ bilmirəm və böyük B olacaq. 4də biri ağ şarvari alınıb. 4də bir ağ şarvari. Ağ nə rəngdir? Yenə böyük adı. Yenə qarşısını boş buraxıram. Şarvari dediyinə görə artıq şarvari ancaq resessiv formada üzə çıxdığından görə bildim ki, şarvari kiçik B, kiçik B-dir. Bəli. Deməli, əgər şarvari forma çıxıbsa, valideynlərdən birini B-ni bir valideynin alıb, deməli, o biri B-ni də digər valideynin almış oldu. Deməli, mən valideynlərdən birinin
disk şəkilli formasını genotipini taparkən tapdım ki, bu heterozigot disk şəkilliymiş. Davam edək. Deyir ki, 4də 1 isə sarı şarvaridir. Sarı rəng necə idi? Kiçik A-larındandır. Sarı şarvarid isə artıq deməli 4də 1 böyük kiçik A, kiçik A, kiçik B, kiçik B olub. Demək, kiçik A-ların da üzə çıxması üçün, bəli, valideynin birində kiçik A var və digərində də kiçik A olmalıdır ki, bu fərdlərdə üzə çıxa bilsin. Və salam, valideynlərin genotipini tapmış olduq. Böyük A, kiçik A, böyük B, kiçik B, kiçik A, kiçik A, kiçik B, kiçik B. Cavabımız olacaq 66-da Y variantı. 67-yə baxaq. Böyük A, kiçik A, böyük, kiçik B genotipli fərdlər hansı qametləri hazırlayar və onlar öz aralarında çarpazlaşarkən hansı genotip alınır? Baxın, bu iki cür qamet verir. Böyük A, kiçik B və kiçik A, kiçik B. İki cür qamet verdi. Baxaq, elə cavabımız onsuz da bir ədəddir. O da Y variantında. Bəs bunların çarpazlaşmasından nə alınardı? Bura yazsam mən. Kiçik A, böyük A, kiçik A. Üzr istəyirəm, kiçik B imiş. Deməli, kiçik B çarpazlaşır. Yenə eyni özündəndir çarpazlaşdırsaq. Nə alınacaq? Bu iki tip qamet verdi. Elə bu da eyni şəkildə hər biri eyni qamet verəcək. Bu da böyük A, kiçik B, kiçik A, kiçik B. Bu da böyük A, kiçik B, kiçik A, kiçik B qameti verir. İndi biz də alınan fərqləri yazsaq bura. Görək nə yazacağıq? Deməli, bir-bir çarpazlaşdıracağıq. Böyük A, kiçik B-ni böyük A, kiçik B ilə çarpazlaşdırsaq nə almış olarıq? Baxaq. Bax, bunu bundan çarpazlaşdırsaq alarıq. Böyük A, kiçik B, kiçik B. Sonra bunu bir dəfə də bununla çarpazlaşdırsaq alaram. Böyük A, kiçik B, kiçik B. Sonra bunu bununla çarpazlaşdırsam böyük A, kiçik B, kiçik B. Yəni eyni ilə bu fenotipdən aldığıma görə elə bunun qarşısına 2 yazım. Bir dəfə də yenə bununla bunu çarpazlaşdırsam alacağım. Kiçik A. Deməli, kiçik A, kiçik B oldu. Deməli, alınan fərqlər nə olacaq? Bir ədəd böyük A, kiçik B, kiçik B. Bir ədəd, bir tip daha doğrusu böyük A, kiçik B, kiçik B. Bir tip böyük A, kiçik B və bir tip də kiçik A, kiçik B tipli nəsil alınmış olar. Cavabımız olacaq. Deməli, Y variantı. Keçək indi 68-ci sualdan davam edək. 68-ci sualda bizə nə deyir? 3 allel əlamətə görə homozigot valideynlər çarpazlaşmasından alınan hibridin genotipi və bu hibridin əmələ gətirdiyi qamet. Baxın, mötərizə bizə verib. Mötərizə verib ki, bununla bunun çarpazlaşmasından nə alınacaq? Onunla onun çarpazlaşmasından alınan böyük A, kiçik A, böyük B, kiçik B və böyük C, kiçik C. Və bu hibridin genotipini tapın deyir. Tapdıq genotip. Genotip neymiş? Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Bəs bunların əmələ gətirdiyi qametləri soruşursa bizdən, deməli burada bu 8 tip qamet əmələ gətirəcək. Çünki 3 ədəd heterozigot var. Biz də demişdik qamet sayını 2 üstü n-dən tapırıq. N də heterozigot sayı olduğuna görə 2 üstü 3, 8 tip qamet verər. Bəs hansı qametləri verər? Gəlin baxaq, deməli burada. Baxın, birinci verəcək böyük A, böyük B, böyük C. Yəni bu böyük A-nı bir dəfə böyük B-yə, bir dəfə də böyük C-yə vuracaq. Sonra böyük A-nı böyük B-yə, kiçik C-yə vuracaq. Böyük A, böyük B, kiçik C. Sonra böyük A, kiçik B, böyük C qaməti. Yəni növbəli şəkildə vuracağam. Sonra böyük A, kiçik B, kiçik C qaməti. Böyük A-lardan keçdim, indi keçirəm kiçik A-lara. Kiçik A, böyük B, böyük C qaməti. Kiçik A, böyük B, kiçik C qaməti. Sonra isə kiçik A, kiçik B, böyük C qaməti, kiçik A, kiçik B, kiçik C qaməti. Deməli, baxırıq variantlardan hansıdır? Fərdimizi tapdıq böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C və qametlərin sayı 8 ədəddir və bu qametlər alınmış olacaq. Deməli, 69-da allergenlər diploid orqanizmlərdə eyni qametə düşə bilməz. Niyə? Çünki allergenlər, boşluğa yazıram, allergenlər ona görə eyni qametə düşə bilməz ki. Baxın, böyük A ilə kiçik A. Bunlar allergenlərdir və hərəsi ayrı-ayrı xromosomlarda yerləşirlər. Ayrı-ayrı xromosomlarda yerləşdikləri üçün onlar hər zaman müxtəlif qametlərə düşəcək. Baxaq, elə cavabımız harada var? Onlar cüt homoloji xromosomlarda, yəni cüt homoloji xromosomlarda yerləşirlər və meyoz zamanı müxtəlif qametə düşür. Cavabı doğru olacaq.
69-da cavabımız olacaq C variantı. 70-ə baxaq. Meyoz prosesinin normal gedişi zamanı allel genlər müxtəlif qametə düşür. Ona görə ki, baxın, bundan gedir söhbət. Bu ayrı qametə düşəcək, bu isə ayrı qametə düşəcək. Ona görə ki, onlar cüt homoloji xromosomda yerləşir və meyoz zamanı müxtəlif qütblərə çəkilir. Cavabı doğru olacaq. Deməli, gəlin baxaq indi 71-ci sualımıza. 71-ə baxsaq. 71-də deyir ki, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C və böyük D, kiçik D genotipinə malik olan fərdin qametlərinin hansısı yalnız dominant genlər? Baxın, yalnız dominant deyirsə, fərqi yoxdur burada neçə heterozigot olur olsun, neçə hissə qamet alınsın. Hər zaman hamısı bütün əlamətlərə görə dominant genlər yalnız bir nisbətində olacaq. Bu neçə tip qamet hazırlayır? Baxaq. Neçə heterozigot var? 1 heterozigot, 2, 3, 4. Deməli, 2 üstü 4 düsturundan tapıram ki, bu 16 tip qamet verər. Və 16-dan biri hər zaman bütün əlamətlərə görə dominant gen daşıyar. O da olacaq cavabımız D variantı. 72-də isə deyir ki, genotipinə malik olan fərdin qametlərinin hansısı yalnız dominant. Burada da eyni şəkildə həminki kimidir. Amma burada 2 heterozigot olduğuna görə 2 üstü 2 ilə tapırıq. Eləyir 4 qamet hazırlayır. 4-dən biri olacaq bütün əlamətlərə görə yalnız dominant gen. Sonra isə 73-də isə deyir qırmızı və ağ rəngli gecə çiçəyi bitkiləri çarpazlaşmışdır. Baxaq, qırmızılar böyüyə olur. Ağ rənglər isə kiçiyə olur. Və burada irsiyyətin aralıq xarakteri, yəni qeyri-tam dominantlıqdan söhbət gedir. Ancaq böyüyə. Bunların çarpazlaşmasından F1 nəsli, F1 nəsli böyüyə idi. Və çəhrayı çiçəkli bitkilər isə ağ rəngli çiçəkli bitkilərlə çarpazlaşarsa, yəni bu çəhrayını mən yenidən ağ rəngli çiçəklə çarpazlaşdırsam, bu yenə böyüyə qameti verəcək, bu isə yalnız kiçiyə. Bunların çarpazlaşmasından buradan yazıram, böyüyə alınacaq. Bunun çarpazlaşmasından kiçiyə. Yəni fərqi yoxdur, yenə eyni genotip alınacaq. Yəni 50% olacaq çəhrayı, 50% olacaq ağ rəng. Baxaq, elə cavabımız hardadır? Elə cavabımız olacaq D variantında. Deməli, 74 ilə davam edək. 74-də deyir, qırmızı və ağ rəngli çiçəkli gecə çiçəyi bitkiləri çarpazlaşdırılmışdır. Qırmızı yenə eyni şəkildə ağ rənglə çarpazlaşdırılır, alınır çəhrayı. Bu çarpazlaşmadan alınan F1 nəslinin fərqləri çəhrayı çiçəklərə malik olmuşdur və çəhrayı çiçəkli bitkilər yenidən qırmızı çiçəklərlə çarpazlaşdırılarsa, nəsildə fenotipə görə nisbət necə olar? Yenə bundan bu çarpazlaşarsa böyüyə, bundan da böyüyə. Nəsildə 50% olacaq qırmızı, 50% olacaq çəhrayı. Baxaq, elə cavabımız hardadır? C variantında. Deməli, sonra getdik 75-ə baxaq. Hansı fərqlərin zahiri görünüşündən onların genotipini müəyyən etmək olar? Tam dominantlıq varsa, baxın, tam dominantlıq varsa, xarici görünüşə görə biz yalnız resessiv əlamətləri üzrə bilə bilərik. Yəni, kiçik A-lar biləcəyik ki, yaşıllardır. Yəni, çünki tam dominantlıqda istər heterozigot, istər də homozigotların fenotipi eyni olur. Fərqli olan yalnız resessivlərin fenotipidir ki, onlar da yaşlı rəngdə olur. Ona görə biz yaşıl rəng gördüksə biləcəyik ki, bu resessiv əlamətdir. 76-da isə deyir, əgər müəyyən bir əlamət üzrə bütün fərdlərin genotipini xarici görünüşlərinə müəyyən etmək mümkündürsə, baxın, əgər irsiyyətin aralıq xarakteri müəyyən müşahidə olunursa, biz biləcəyik ki, bu böyük A deyil, böyük A olurdu, deyildik qırmızı. Böyük kiçik A-lara deyildik çəhrayı, kiçik A-larda isə deyildik ağ rəng. Demək, hər bir genotipin, hər bir rəngin, daha doğrusu hansı genotipə malik olduğunu biz onun xarici görünüşündən bilə bilirdik. Nə zaman ancaq irsiyyətin aralıq xarakteri müşahidə olunarsa və yaxud da ki, deyəcək, qeyri-tam dominantlıq olarsa və yaxud da yenə eyni şəkildə deyəcək, natamam dominantlıq olarsa, biz onu müşahidə etmiş olacaq. 77 ilə 78-i baxaq. Deməli, baxın, bu şəkildə biz əgər xromosomlar gördüksə, burada artıq ilişikli irsiyyət var deməli və deyir ki, gen sahəyə mübadiləsi baş verəndən sonra bu qametlər əmələ gəlmişdir. Bu qametlərdən hansılar gen sahəsi mübadiləsi nəticəsində yaranmamışdır? Baxın, gen sahəsi mübadilə nə deməkdir? Crossover deməkdir. Crossover getmədən bu fərd 2 qamet verə bilər. Bir, böyük A, böyük B qametini.
bir də bu qameti, yəni kiçik A, kiçik B qametini. Bu iki qameti Krasingoversiz bizə verə bilər. Amma nə zaman ki alınar bu böyük A ilə kiçik A yer dəyişmə eləyər, böyük A keçər bura, alınar böyük A kiçik B, kiçik A da keçər o birisi tərəfə, alınar kiçik A böyük B. Bu tip qametlər isə alınar Krasingoverlər. Bizə isə Krasingoversiz, yəni gen sahəsi mübadiləsi nəticəsində yaranmayan deyirsə, biz götürəcəyik böyük A böyük B və kiçik A kiçik B qametləri. Hardadır elə cavabımız olacaq D variantı. Deməli, sonra keçirik 78-ə. Yenə burada da eyni şəkildə verir və bizə deyir ki, bu qametlərin hansı xromosom çarpazlaşması nəticəsində əmələ gəlmişdir. Baxın, yazdıq burada. Böyük A, kiçik B və kiçik A, böyük B qametləri alınacaq çarpazlaşma nəticəsində. Cavabımız olacaq 78-də D variantı. 79-dan davam edək. 79-da isə deyir ki, bu genotipdə orqanizmlərin hansı qametləri hazırlayar? Yəni, böyük A, kiçik A, böyük B, kiçik B qameti. Bu dedik hazırlayar. Bir dəfə böyük A-nı böyük B ilə çarpazlaşdıraram, bir dəfə də kiçik B ilə çarpazlaşdıraram. Sonra kiçik A-nı bir dəfə kiçik B ilə çarpazlaşdıraram. Üzr istəyirəm, kiçik A-nı böyük B ilə bir dəfə də kiçik B ilə çarpazlaşdıraram. Və nəticədə 4 tip qamet almış olaram. Demək, 79 cavabımız nə oldu? Böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B, kiçik B, kiçik B. Cavabımız oldu A variantı. 80-dən davam edək. 80'de də yenə eyni şəkildə bizə ilişikli bir fərd verib və deyir ki, hansı sort qametlər əmələ gətirər və bizə deyir, xromosom çarpazlaşması yoxdur. Əgər xromosom çarpazlaşması yoxsa, bu yalnız iki tip qamet verər. Bir bu, böyük A, böyük B-ni, bir də kiçik B. Deməli, bu hansı iki tip qamet verəcək? Böyük A, böyük B, kiçik A, kiçik B qameti. Cavab C variantı. 81'de əgər zigotun genotipi böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C'dirsə, onda bu zigotdan formalaşan canlının somatik hüceyrəsi eyni şəkildə zigot nədirsə, somatik hüceyrədə həmin xromosom dəstinə malik olacaq. Cavabımız olacaq A variantı. 82'de isə deyir ki, əgər zigotun genotipini böyük A, kiçik B, kiçik B və böyük C'dirsə, onda bu zigotdan formalaşan canlının qametlərindən birinin genotipi deyirsə, biz artıq deyirik, bu fərqi yazsaq bura, böyük A, kiçik A. Kiçik B, kiçik B, böyük C, böyük C. Bu neçə tip qamet verəcək? 2. Niyə? Çünki burada bir heterozigot var. 2 üstə 1 də neçə edir? 2. Demək, gəlin baxaq görə hansı 2 qamet verəcək bu? Böyük A, kiçik B, böyük C. Bir də kiçik A, kiçik B, böyük C. 2 tip qamet verir. Və bizə deyir, bunlardan qametlərinin birinin genotipini soruşduğuna görə baxarıq, D variantı olmuş olacaq. Deməli, 83-lə davam edək. Bu sxemdə solda bir canlının xromosomları və üzərində genlər göstərilmişdir. Sağdakı qametlərin əmələ gəlməsi nəyi göstərir deyir. Baxın, burada 2N imiş. N qamet əmələ gəldi və qametlərdə görürsünüzsə gen mübadiləsi, yəni çarpazlaşma yoxdur. Yəni bu qamet düz olaraq böyük A, böyük B, böyük D qametini verib. Bu xromosom isə, xromosom çubuğu isə kiçik A, kiçik B, kiçik D qametini verir. Yəni burada heç bir çarpazlaşma yoxdur. Burada indi bunun nəticəsində biz nəyə gələrik? Y variantına baxın, meyoz zamanı gen sahələrinin mübadiləsinin olmaması. Çünki mübadilə olardısa böyük A ilə kiçik A da yerini dəyişərdi. Alınardı kiçik A, böyük B, böyük D və yaxud da ki böyük A, kiçik A, böyük A, kiçik B, kiçik D qametlərdə vermiş olardı. Əgər elə bir qamet vermədisə, deməli burada xromosom çarpazlaşması, Kreysinq-Over və yaxud da ki gen mübadiləsi yoxdur deməkdir. 84 ilə davam edirik. Aşağıdakı sxemdə solda bir canlının yenə xromosomları verilib və eyni şəkildə baxaq burada. Yenə 2N idi, N qametlər əmələ gəldi. Amma baxın burada böyük A, böyük B, böyük D idi. Alındı nə? Böyük A, böyük B, kiçikdir. Deməli burada nə oldu? Mübadilə getdi. Xromosom çarpazlaşması getdi. Kreysinq-Over getdi. Deməli bunun nəticəsində biz nəyə əsasən nəyə gələrək meyoz zamanı Kreysinq-Overin baş verməsini. 85'te isə variasiya sırasında verilmiş əlamətin orta qiyməti hansı üsulla təyin olub? M bərabərdir cəm işarəsi, VP və bölücüsü isə N. Bu düsturla biz variasiya sırasının orta qiymətini tapmış oluruq. Sonra keçirik 86'ya. 86 ilə davam edirik. 86'da deyir ki, Euler-Venn diaqramına əsasən X, Y və Z üçün doğru variantları seçin. Baxaq,
Sarı hamar verib x-i və deyir ki, x ikinci əlamətinə görə ə, heteroziqotdur. Sarı olduğuna görə, deməli, elə ikinci əlamətə görə heteroziqotdursa, biz böyüyə böyüyə, böyük B, kiçik B yazırıq. Çünki sarı hamar deyir. Və Y isə deyir, birinci əlamətinə görə heteroziqotdur. Sarı qırışıqdırsa, sarı rəng heteroziqot ancaq böyüyə kiçiyə ola bilir, qırışıq isə kiçik B ola bilir. Və bunlara əsasən biz uyğunlaşdırmalıyıq. Birinciyə baxaq. Verilən əlamətlərə görə iki tip qamet hazırlayır. Hər ikisi bu da böyük ya kiçik B qameti, kiçik ya kiçik B qameti olmalı iki tip. Bu isə böyük ya böyük B, böyük ya kiçik B. Yəni iki tip qamet hazırlamış olacaq hər ikisi. Ona görə biri yazırıq ortaya. İkinciyə baxırıq. Hazırladığı qametdən hər iki əlamət resessiv ola bilər. Hər iki əlamət resessiv ola bilər yalnız Y-də. 2-ni yazırıq bura. Hazırladığı qametdə bir əlamət dominant, digər isə əlamət resessiv ola bilər. Həm bunda biri dominant, biri resessiv, həm də bunda biri dominant, biri resessiv olduğuna görə 3-ü də yazacağım ortaya. Hazırladığı qametdə hər iki əlamət dominant ola bilər. Baxın, hər iki əlamət dominant yalnız AB-də burada olar. Deməli, 4-ü də yazıram. 4 də yazılmış olaraq x-ə. Bir baxaq, x 4-dür, z 1, 3-dür, y isə 2-dir. Baxın, olacaq cavabımız A variantı. İndi keçək 87 ilə davam edək. Deməli, 87-də bizə nə deyir? Sarı toxumlu, yəni böyük ya, noxud bitkisi. Yaşıl toxumlu, kiçik ya noxud bitkisi çarpazlaşanda F1 hibridləri üçün sadanlardan hansı doğru deyil? Baxın, böyük ya, kiçik ya ilə çarpazlaşırsa nə alınırdı? Böyük ya, kiçik ya. 100% fenotiplə genotip fərqlənmirdi. Hər 100% olaraq sarı, 100% olaraq böyük ya, kiçik ya alınırdı. Fenotipləri fərqlənmir, bəli, doğrudur. Genotipləri fərqlənmir, bəli, doğrudur. Hamısı böyük kiçiyadır. Heteroziqotdur, bəli, böyük kiçiyə heteroziqotdur. Qametləri safdır, qametləri saf deyil. Bu nə deməkdir? Qametləri saf o deməkdir ki, bunlar qamet hazırlayarkən haploid olsun. Bəli, bunlar haploid qamet verdiklərinə görə qametləri saf olacaq. Qametləri saf deyil, fikri səhv olacaq. 88-də isə deyir, hansı genotipli valideynlərin tam dominantlıq şəraitində çarpazlaşmasından alınan nəslin fenotipə görə parçalanması müvafiq olaraq 3-ün 1-ə və 9-3-3-1 nisbətində olar. 3-ün 1-ə olacaqdır. Deməli, böyük ya, kiçiyə çarpazlaşanda 3-ün 1-ə olur. Və diheterozigot fərqlər çarpazlaşdırılanda isə 9-un 3-ü 3-ün 1-ə nisbətində parçalanma baş verir. Baxaq, 89-da triheterozigot fərd neçə tip qamet hazırlayar? İlişiklidir genlər və Krassingover yoxdur. Krassingover yoxdursa, istəyir triheterozigot olsun, istəyir diheterozigot olsun, fərqi yoxdur. Hər zaman hazırlanan qamet sayı olacaq 2. 90-da isə deyir, triheterozigot fərd neçə tip qamet hazırlayar? Yenə triheterozigot deyirsə bunu yazaram. Böyük ya, kiçik ya, böyük və kiçik və böyük C, kiçik V. Və 3 dənə heterozigot olduğuna görə mən 2 üstü 3 düsturundan hesablayacağım və tapacağım ki, burada deməli 8 qamet alınmış olar. Keçək 91 ilə davam edək. 91-də deyir, bir ailənin 4 uşağı doğulmuşdur. Və onlardan biri hündür boylu, sarı saçlı, digəri alçaq boylu, qara saçlı olmuşdur. Üçüncüsü isə hündür boylu, qara saçlı. Dördüncüsü alçaq boylu, sarı saçlı olmuşdur. Əgər bu uşaqların anası alçaq boylu, qara saçlıdırsa, atasının görkəmi necə olmuşdur? Və bizə deyir ki, alçaq boyluluq, qara saçlılıq dominantdır. Və biz yazaq indi. Alçaq boy. Dominantdırsa böyük hərflə, hündür boy isə resessiv olduğuna görə kiçik hərflə. Və qara saç dominantdır. Böyük B ilə. Sarı saç isə resessivdir. Kiçik B ilə yazıram. Və deyir, bu övladlardan ana nə idi? Bir dəqiqə oxuyaq. Ananın genotipini burada qeyd eləmişdi. Anası alçaq boy, qara saç. Alçaq boy, qara saç necə olar? Böyük A ilə, böyük B ilə. Deməli, ana böyük A yanını boş buraxım. Çünki bilmirəm yenə heterozigot alçaq boydur, yoxsa homozigotdur. Eyni şəkildə qara saçda yenə bilmirəm ki, homozigot qara saçdır, yoxsa heterozigotdur. Onların atasının görkəmi necə olmuşdur? Uşaqlara baxaq. Uşaqları hündür boy, sarı saç. Hündür boy, sarı saç nədir? Kiçik A'lar, kiçik B'lər. Deməli, uşaqlar kiçik A, kiçik B genotiplə malik olublar. Deməli, əgər kiçik A, kiçik B alınıbsa, deməli burada valideynlərdən
Hər ikisində kiçik A geni olmuşdur. Deməli, burada atanın tapdıq ki, atada da kiçik A olubdur. İndi baxaq. Ə, Digər alçaq boylu qara saçlı. Alçaq boy yenə böyük A, qara saç yenə böyük A olduğuna görə, yəni həm böyük A, həm də böyük bir vardı burada. Deməli, indi üçüncü uşağa baxaq. Hündür boylu qara saçlı. Hündür boy yenə kiçik A-lardır. Qara saç isə yenə böyük B-lərdir. Yəni həm kiçik A-lar, həm də böyük B vardır. Və burada əgər B-lər, kiçik B-lər üzə çıxıbsa, deməli, anada da kiçik B var imiş və atada da deməli kiçik B olmuş olubdu. Və burada ataya da bir dənə kiçik B yazaq. Sonuncu uşağa baxaq. Dördüncü uşaq isə alçaq boylu sarı saçlı olmuşdur. Baxaq, alçaq boy böyük ağlardır, sarı saç yenə B-lərdir. Alçaq boy böyük ağlar, yenə qarşısını bilmirəm. Sarı saçlar isə B-lərdir. Deməli, ananın genotipi tapdıq. Böyük A, kiçik A, böyük B, kiçik B imiş. Atanın isə genotipi, əgər burada hündür boy çıxıbsa, deməli atada da hündür boyluq olmuşdur və həmçinin sarı saçda çıxmışdısa bizdə, kiçik beylər çıxmışsa, deməli atada da sarı saçlıq olmuşdur. Deməli cavabımız olacaq A variantı. 92 ilə davam edək. Qara qıvrım saçlı kişi sarı düz saçlı qadınla evlənmişdir. Qara qıvrım saç və bizə tam dominantlıq deyir və onların 5 uşağının 3-ü düz saçlı, ikisi isə sarı saçlıdır. Kişinin genotipini müəyyən edindir. Qara qıvrım saçlı kişi. Qara rəng bilirik ki, burada yazacağım. Qara rəng dominantdır, yəni böyük adı. Sarı saç isə resessivdir, kiçik adır. Qıvrım saç dominantdır. Qıvrım yazaq bura. Kiçik beylər isə hamar, yəni düz saçda isə resessivdir. Qara qıvrım saç deyirsə, deməli atada nə olmuşdur? Böyük A, yenə yanını boş buraxıram və böyük B olub yenə yanını boş buraxıram. Amma 5 uşağın 3-ü düz saçdır. Düz saç nə idi? Kiçik beylər. Əgər uşaqlarda düz saç çıxıbsa, deməli anada və atada düz saç geni olub, yəni kiçik beylər olmuşdur. Və ikisi isə sarı saçlıdır. Sarı saçlar nə idi? Kiçik yağlar. Üzr istəyirəm, mən bunu bura yazmalı değildim. A-nın yanına A yazacağım. Deməli, B-ni buraya yazacağım. Deməli, əgər bunlarda düz saç dedik çıxıbsa, kiçik B-yi hər iki valideynlə alıb və həmçinin sarı saçlı uşaq da dünyaya gəlibsə, deməli, yenə sarı saç gününü hər iki valideynlə almış olmuşdur ki, atanın genotipini tapdıq ki, nəymiş? Deməli, böyük A, kiçik A, böyük B, kiçik B. Cavabımız burada harda olacaq? C variantı. 93-lə davam edək. 93-də deyir ki, birinin genotipi böyük A, kiçik A, böyük B, kiçik B olan iki bitki çarpazlaşması zamanı alınan nəsildə 4 bərabər fenotipik qrupu parçalanması müşahidə olunmuşdursa, bu çarpazlaşmada iştirak edən ikinci bitkinin genotipi. Baxın, birinci bitkinin genotipini biz mənə verir. Böyük A, kiçik A, böyük B, kiçik B. İki bitkinin çarpazlaşması zamanı. Bunların çarpazlaşmasından nəsildə alınan 4 bərabər fenotipik qruplara parçalanma müşahidə olunmuşdur və parçalanma tamdır. Özür dilərim, dominantlıq tamdır. Və iştirak edən ikinci bitkinin genotipini deyir. Mən ikinci bitkinin genotipini hələ bilmirəm. İndi baxaq, əgər 4 qrup fenotip alınıbsa, bu ancaq resessiv fərdlərlə çarpazlaşarsa fenotipi, 4 fenotip qrupu alınır. Yəni cavabımız olacaq 93-də A variantı. Nə üçün? Bu verəcək böyük A, kiçik B qametini. Deməli, böyük A, böyük B qameti, böyük A, kiçik B, kiçik A, böyük B, kiçik A, kiçik B. Bu isə verəcək kiçik A, kiçik B qameti. Bunların çarpazlaşmasına ancaq böyük A, kiçik A, böyük B, kiçik B. Böyük A, deməli, üzr istəyirəm. Böyük A, kiçik A, kiçik B, kiçik B. Kiçik A, kiçik A, böyük B, kiçik B. Kiçik A, kiçik A, kiçik B, kiçik B. Baxın, bunları noxud üzərinə geçsək. Sarı hamar noxud, sarı qırışıq noxud, yaşıl hamar noxud olacaq. Bu isə yaşıl qırışıq. 4 fenotip görürsəz, hər birindən bir nisbətdə alınmışdır. Deməli, cavabımız 93-də olacaq nə? A variantı. Gəlin 94-də baxaq. Deməli,
94-də isə bizə nə soruşur? Sarı rəngli, hamar toxumlu, böyük ya, böyük ya, böyük B, böyük B genotipli noxud bitkisi yaşıl rəngli qırışıqlı noxud bitkisi ilə çarpazlaşmışdırsa, gəlin baxaq, gəlin çarpazlaşdıraq. Böyük A, böyük A, böyük B, böyük B. Çarpazlaşdırır. Kiçik A, kiçik A, kiçik B, kiçik B. Bu verəcək böyük A, böyük B qameti. Bu isə verəcək kiçik A, kiçik B qameti. Bunların birləşməsindən alınacaq böyük A, kiçik A, böyük B, kiçik B. Yəni F1 nəslində hamısı sarı hamar olmuşdur. Deməli, noxud bitkisinin çarpazlaşanda F2 nəsildə parçalanma baş verir. Bu zaman fenotipə görə parçalanma hansının sayı nisbətində olacaq? Dominantlıq tamdır, genlər ilişikli, genlər müxtəlif xromosomlarda yerləşir deyirsə. Baxaq, böyük A, kiçik A, böyük B, kiçik B çarpazlaşırsa, biz bu zaman monohibrid çarpazlaşması kimi baxsaq, böyük A, böyük A-nı, böyük A, kiçik A-nı, böyük A, kiçik A-nı çarpazlaşdığında biz nə alırdıq? Böyük A, böyük A, 2 ədəd böyük A, kiçik A, 1 ədəd kiçik A, kiçik A. Sonra B'ləri də eyni şəkildə çarpazlaşdırsaq, alarıq böyük B, böyük B, 2 ədəd böyük B, kiçik B və kiçik B, kiçik B. Və indi bunları bir-bir çarpazlaşdıraq. Gəlin qələmi dəyişim. Baxın, böyük A-nı bir dəfə bundan, bir dəfə bundan, bir dəfə də bundan çarpazlaşdıracağım. Alacağım nə? Böyük A, böyük A, böyük B, böyük B. Böyük A, böyük A, 2 ədəd. Əlbəttə ki, çünki burada qarşıda 2 rəqəm var idi. Böyük B, kiçik B. Böyük A, böyük A, kiçik B, kiçik B. İndi bunu çarpazlaşdırırsam keçirəm buna. Bunu indi bir-bir çarpazlaşdıracağım hər biri ilə. Alacağım 2 ədəd, çünki qarşısında 2 rəqəmi var. Böyük A, kiçik A, böyük B, böyük B. Sonra bu 2, bu da 2. 2 2-yə vuranda edir 4. 4 ədəd böyük A, kiçik A, böyük B, kiçik B və 2 ədəd böyük A, kiçik A, kiçik B, kiçik B. İndi isə bunu getirəm çarpazlaşdırmağa və alıram kiçik A, kiçik A, böyük B, böyük B. 2 ədəd idi. Bunun qarşısında 2 var. Kiçik A, kiçik A, böyük B, kiçik B. Kiçik A, kiçik A, kiçik B, kiçik B. Bizdən nəyi soruşur? Fenotipə görə parçalanma. Gəlin indi baxaq. Fenotipə görə parçalanmanı tapmaq üçün. Gəlin baxaq. Bu nə olacaq? Sarı hamar. Bu nə olacaq? Bu da sarı hamar. Çünki böyük A var, böyük B var. Böyük A var, kiçik B'lər var. Deməli, sarı qırışıq. Burada da həm böyük A, həm də böyük B var deyə sarı hamar olacaq. Burada da eyni şəkildə sarı hamar olacaq. Burada amma yenə sarı qırışıq. Çünki kiçik B'lər var. Kiçik B qırışıq formadır. Burada kiçik yağlar olduğuna görə yaşıl rəng, amma böyük B olduğuna görə hamar forma. Yenə burada da yaşıl və hamar. Burada isə həm kiçik yağlar, həm də kiçik B'lər olduğuna görə yaşıl və qırışıq olacaq. Fenotipə görə nisbəti saysaq 1 ədəd sarı, 2 ədəd, daha doğrusu ikisi burada olduğuna görə, bir də burada olduğuna 3 sarı, 3 sarı hamar, 2 ədəd burada olduğuna görə 5 sarı hamar, 4 ədəd burada olduğuna görə 9 sarı hamar. Deməli, fenotipə görə 9 ədəd sarı hamar tapdıq. İndi sarı qırışıqları tapaq. 1 ədəd bu. Sonra baxaq. 2 ədəd də burada. Neçədən oldu? 3 ədəd sarı qırışıq. Yaşıl hamarlara baxaq. Biri bu, ikisi də bu. Neçə ədəd oldu? 3 ədəd yaşıl hamar və 1 ədəd isə yaşıl qırışıq oldu. Deməli, fenotipə görə parçalanma nə oldu? 9, 3, 3, 1 nisbətində fenotipə görə parçalanma müşahidə edildi. Cavab olacaq 94-də Y variantı. İndi isə 95 ilə davam edək. Allergenlər diploid orqanizmlərdə göstərilənlərdən hansında bir yerdə ola bilməz? Əlbəttə ki, qametdə. Çünki qametdə allergenlərdən yalnız biri düşəcək. 96-da isə deyir ki, hər iki əlamətə görə heterozigot sarı hamar noxudların öz aralarında çarpazlaşmasından alınan ümumi nəsil neçə faizi sarı hamar, neçə faizi sarı qırışıqdır. Bayaq yazdığımızda əsasən 9 ədəd tapdıq sarı hamardır. Çünki orada da heterozigot idi. Və 9-u sarı hamar idi, neçə faizi sarı qırışıq. 3 ədədi isə sarı qırışıq tapmırdıq. Və cəmi 16 fərd alınır. 16 fərd əgər 100%dirsə, 9 dənə sarı hamar neçə faiz olacaq? Buradan x-i tapacağıq, eləcək 56,25. Bir gəlin qırışıqı tapaq. Yenə eyni şəkildə yazırıq. 16%, 100%dirsə, 16 ədəd 100%dirsə, çünki 16 ədəd fərd alınır burada. 3 ədəd sarı qırışıq neçə faiz olacaq? Buradan tapacağıq. 18,75. Cavabımız eləcək. 96-da B variantı. İndi isə keçək 97, 98. Baxaq. Deməli, baxaq, 97 deyir, aşağıda göstərilənlərdən hansı 4də 1 nisbətdə böyük A, böyük D, böyük Y,
4'də 1 nisbətdə böyük A böyük D kiçik Y. 4'də 1 nisbətdə kiçik A böyük D böyük Y. 4'də 1 nisbətdə isə kiçik A böyük D böyük Y qaməti alınlar. Hazırlayar daha doğrusu. Baxın burada kiçik D'ləri görmürük. Görürsünüz alınan qametlərdə burada da böyük D var. Burada da, burada da, burada da. Heç birində kiçik D olmadığına görə biz harada kiçik D'lər varsa həmin variantları çıxsaq elə cavabımızı taparıq. Eləcə C variantı. 98 edir. Hansı daha çox sayda kombinasiya alınlar? Baxaq, bu bir tip qamet verir. Çünki böyüyə böyük bir olacaq. Bu isə 4 tip qamet verəcək. 4'ü 1'ə vuranda neçə eləyərik? Elə 4. Burada 4 kombinasiya, yəni 4 fərd alınır. Keçirik B variantında. Bu yenə bir fərd, bir qamet verəcək, bu da bir qamet verəcək. 1'i 1'ə vuranda nə tapacaq? Elə bir qamet, bir fərd alınır, bir kombinasiya alınmış olacaq. Deməli, baxaq C-yə. Bu 4 tip qamet verəcək. Çünki 2 heterozigot var. 2 üstü 2, 4 qamet. Bu da yenə 2 üstü 1, bir heterozigot olduğuna görə 2 üstü 1, 2 qamet verəcək. Və mən 4'ü 2'yə vursam 8 kombinasiya taparam. Hələ ki, ən çox C variantındadır. D-yə baxaq. Bu da yenə 2 tip qamet verəcək. Bu isə 1 tip qamet verəcək. 2'ni 1'ə vuranda eləyəcək 2. Bu da 2 tip qamet verəcək, bu da 2 tip qamet verəcək. 2'ni 2'yə vuranda eləyəcək 4. Demək, burada ən çox kombinasiya harada alındı? C variantında. 99'da isə ən az kombinasiya deyir. Ən az kombinasiya biz harada tapdıq bayaq? B variantında. Böyüyə böyüyə, böyük B, böyük B, kiçiyə kiçiyə, kiçik B, kiçik B. Deməli, cavabımız olacaq 99'da D variantı. 100'də isə bu şəkildə olan çarpazlaşma zamanı kombinasiyaların sayı genlər ilişikli deyil. Kombinasiya sayını dedik necə taparıq? Qametləri bir-birinə vuraraq. Bax, bu 2 dənə heterozigot olduğuna görə 2 üstü 2, 4 dənə qamet hazırlayır. Eyni şəkildə bu da 2 üstü 2, 4 qamet hazırlayacaq. Bunun azladığı 4 qameti, bunun azladığı 4 qamete vursam, nə tapacağım? 16. Deməli, burada 16 kombinasiya hazırlanmış olacaq.